Tural 1992-ci ildə anadan olub, yadımdan çalışırken Nizami Cəbiyev adına məktəbdə oxuyub 1-ci sinifdə. Elə oradan onu vətənpərvərlik, torpağa istəməklik oradan yaran. Həm də mən özüm Qarabağdan döyüşlərində olduğuma görə Turalı həmişə Qarabağda torpaqlarından danışardım. Məktəbi qutarandan sonra institutda sənədlərim verdi. Oranı da əla qiymətlərlə qutardı. Qutarandan sonra əskəri xidmətinə çağırdılar. Yaxşı xidmət elədiyinə görə zabitlik kursuna onu yazdılar. Ehtiyatlı olan zabit kimi gəldi. Uşaqların içində ən seçilmişi, onun qəlbimdə ayrı yeri var. Məktəbdə də həmişə Tural seçilərdi uşaqlar tərbiyəsi ilə. Onun qəlbində elə bir vətən sevgisi vardı. O qala bilməzdi. Biz onda onun yolunu kəssəydik, onsuz da ki gedəcəkdik. Çünki o elə bir insandı. Hərbi xidməti bitirdikdən sonra işlə bağlı Veyseloğlu şirkətinə müraciət etdi. Elə ilk nəticədən işçi, satıcı, kassir kimi Əhmədli 10 filialına satıcı, kassir kimi götürüldü. Mən 2018-ci ildə Tural Aslanovla tanış olduğum vaxtda mənə məsləhət bildirdi ki, gəl bizimlə çalış. Tural Aslanov çox gözəl insan idi. Mən onun haqqında danışanda düzdür, biraz çətindir, kövrəlir insan. Amma onunla bağlı çox gözəl xatirələrim var. O mənə çox dəstək olmuşdu. Hal-hazırda mən indi mağaza müdürü çalışıramsa, mən ona çox şey borcluyam. 5 il ötməyinə baxmayaraq Veyseloğlu şirkəti onu daimi olaraq hər bir ay öz maaşını onun sağ olduğu kimi elə bil ki bizə verir, bizə dəstək olur. Yəni əvvəlcə kollektivlərinə, özlərinə təşəkkür edirəm. Yəni şəhidimizi unutmayıblar. Yəni şəhidimiz də elə yaxşı oğlan olub ki, yaxşı işçi olub ki, yaxşı nəticələri olub ki, bugünkü gün yəni Veyseloğlu heç nəyi bizim üstümüzdən əskir etmir. Vətən müharibəsində iştirak etmiş, qəhrəmanca şəhid olmuş, şəhidimizin adına olan mağazada işləmək qürurverici hissdir. Nə qədər dövlətin gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabit. O sinəsini qabağa verir və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. 5 ildir ki, obamız azad, başımız dik, alnımız açıqdır. 8 noyabr zəfər günümüz mübarək.